Qarabağ Regional Dost Mərkəzi işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin dost modeli əsasında xidmətlərlə əhatə olunmasında mühüm rola malikdir. 2 ildən çoxdur ki, mərkəz yerləşdiyi Bərdə rayonu ilə yanaşı Tərtər, Ağdərə, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd rayonları və Xankəndi şəhərinin sakinlərinə dövlət sosial xidmətlərinin bir pəncərədən şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsi missiyasını uğurla yerinə yetirir. 7 avqust 2023-cü il tarixində ölkə başçısının iştirakı ilə Qarabağ Regional Dost Mərkəzi açılışı olmuşdur. Açılışa başladığı gündən sonra Qarabağ Regional Dost Mərkəzində 150 mindən çox vətəndaş müraciəti qeydə alınmışdır. Bu müraciətlər daha çox pensiya, sosial müavinət, ümumi dövlət sosial yardım, məşğulluq istiqamətləri üzrə olmuşdur. Hal-hazırda Qarabağ Regional Dost Mərkəzində ümumi məmnunluq 99,7%-dir və Qarabağ Regional Dost Mərkəzi 10 rayon üzrə vətəndaşlara xidmət göstərir. Həmçinin vətəndaşlara qeydiyyat məhdudiyyəti olmadan da xidmətlər göstərilir. Qarabağ Regional Dost Mərkəzinə gündəlik olaraq minimum 350, maksimum 600-650 nəfər müraciəti olur və bu müraciətlər yerindəcə daha çox tam cavablandırılır. Mərkəzdə hal-hazırda 81 əməkdaş fəaliyyət göstərir və 50-dən çox könüllü fəaliyyəti vardır. Qarabağ Regional Dost Mərkəzində həmçinin inklüziv mərkəzin Qarabağ Evi Dost şöbəsi fəaliyyət göstərir. Burada hal-hazırda 50-yə yaxın benefisiar var. Yəni bunlar sağlam imkan məhdud, şəhid övladları, az təminatlı ailələrinin övladlarıdır və onlara orada rəsm, taxtada oyma, toxuculuq, musiqi və s. digər kurslarla bağlı təlimlər keçirilir. Qarabağ Regional Dost Mərkəzi fəaliyyətə başladıqdan sonra şəbəkələşmə olaraq ilkin olaraq Şuşada filial yaradılmış, daha sonra isə Kəlbəcərdə Dost Xidmət Məntəqəsi fəaliyyətə başlamışdır. Hal-hazırda da Füzuli, Laçın, Tərtər və digər rayonlar üzrə də bununla bağlı işlər aparılır və əhalinin əlçatanlığının təmin olunması ilə əlaqədar Qarabağ İqtisadi rayonu və Şərqi Zəngəzur İqtisadi rayonları üzrə bir çox yerlərdə həm xidmət məntəqəsi, filial fəaliyyət göstərəcəkdir. Qarabağ Regional Dost Mərkəzində yaradılan Rehab Point reabilitasiya məntəqəsində isə bölgədə yaşayan əlilliyi olan şəxslərin ambulator şəraitdə reabilitasiya xidmətləri və vasitələri ilə təminatı işləri aparılır. Onu da qeyd edək ki, mərkəzin bu gün artıq Şuşada filialı və Kəlbəcərdə Dost məntəqəsində fəaliyyət göstərir. Həmçinin Zəngilanda Smart Dost məntəqəsi də doğma yurdlarına qayıdan insanları xidmətləri ilə təmin edir. Əsl dost yanaşmasına əsaslanan bu xidmətlər isə hər kəsdə məmnunluq yaradır.